Çoxdan deyilmiş bir fikir var. Yenilik yaxşı unudulmuş köhnəlikdir. Bu fikir yeniliyin ənənəyə, gələcəyin keçmişə bağlılığını ifadə edən bir hikmətdir. Ən aydın sübutlarından biri Avropa Renesansıdır. Renesans yeni Avropalının qədim Yunan-Roma ənənəsi ilə yenidən bağ quran innovativ bir sıçrayışı idi. Yenilik, keçmişlə gələcəyin buludları toqquşan zaman parlayan şimşəyin adıdır. Yenilik mədəniyyətin zərurətidir. Yenilənməyən mədəniyyət ölümə məhkumdur. Buna görə də bütün ənənələr həmişə yeniliyə hamilədir. Ənənə öz yeniliyini öz bətnində gəzdirir və onu ən ahıl yaşında doğurur. Çünki ənənə özü də keçmişdə yaşanmış bir yenilikdir. Ənənə özü də nə vaxtsa bir yenilik olub. Yenilik post ənənədir, yəni ənənədən sonraki ənənədir. Həmişə ənənə olaraq qalan heç bir ənənə olmadığı kimi, həmişə yeni olaraq qalan heç bir yenilik də yoxdur. Mədəniyyət ənənə ilə doyar, yeniliklə acar. Yenilik özünü ənənənin təcrübələri ilə risklərdən qoruyar. Ənənə ilə yeniliyin əlaqəsi canlı əlaqədir. Mədəni, elmi, texniki, ədəbi, fəlsəfi olduğu qədər, həm də bioloji, ontoloji, intellektual olduğu qədər də instinktiv bir dövrandır. Çünki həyatın var olmasını təmin edən bir qanuna uyğunluqdur. Şuurlu olduğu qədər təhdəl şuurdur. Etik olduğu qədər estetikdir. Yenilik ənənəni yenidən mənalandırmaqdır. Yenidən mənalandırılan ənənə yeni məzmunla yanaşı, yeni formada qazanır. Ənənə və yenilik ata və oğul kimidir. Biri yaradan, biri qoruyandır. Ənənə olmasa yenilik də olmaz. Heçdən heç bir şey yarana bilməz. Heçdən ancaq başqa bir heç yaranar. Ənənənin öhdəliyi ölüləri, yeniliyin missiyası diriləri yaşatmaqdır. Hələ 2500 il öncə qədim Yunan ənənələri ilə döyüşən Sokrat deyirdi ki, dəyişiklik istəyirsinizsə bütün enerjinizi köhnəni dağıtmağa yox, yenini qurmağa yönəldin. Bernard Shaw Sokratın bu sözünə modern çağda belə bir əlavə etdi. Fikirlərini dəyişməyənlər heç bir şeyi dəyişdirə bilməzlər.